adını güncel məsələlər qoyub, özündən din uyduran, əqidə uyduran kəslər bir ayəni götürərlər, əqillərində nə qədər uydurduqları əqidə varsa, onu həmən ayəyə söykəyərlər. Məsələn, Nisa 60 ayəsini götürərlər, yuridunə ən yətəhəkamu ilə tağut, onlar tağuta mühakim olmaq istəyirlər, ayəsini götürərlər və əllərində keçən nə varsa bu ayə ilə dəstəkləyərlər. Öz ayağı ilə məhkəməyə gedən, orada danışan, orada susan, orada kameranı şahid göstərən, orada başqasını şahid göstərən, bunu edən, uydurduqları nə varsa dəlil olaraq bu ayə gətirərlər. Bir əqidə uydurarlar, deyərlər dəlil bu ayədir. Oraya öz ayağınla getdin, kafirsən, dəlil bu ayədir. Orada danışdın, kafirsən, dəlil bu ayədir. Orada sustun, kafirsən, dəlil Nisa 60-dır. Kameranı şahid göstərdin, kafirsən, dəlil Nisa 60-dır. Kimisə şahid göstərdin, kafirsən, dəlil Nisa 60-dır. Yəni, əqillərində gələn nə varsa bir ayə ilə dəstəkləməyə çalışarlar. Ona görə də İbn Teymiyyə rahimehullah buyurur ki, Əhlüsünnə dəlillərə, ayələrə baxar, sonra etiqad edər. Bidət əhli isə əvvəl etiqad edər, sonra onu əsaslandırmaq üçün dəlillər axtararlar. Ona görə qardaşlar, əsla bir əqidə üzərində sabit qalmazlar. Çünki əqidə dəlilə yox, məntiqə, əqlə əsaslanır. Məntiq də zəif olarsa, ümumiyyətlə ortaya belə biabırçı mənzərələr çıxır.